anamız xanım Fatimə Zəhraya müraciət edirəm. Deyirəm, ana, sənin başına dolanım, sənə qurban olum. Ramazan ayı getdi, mən yenə heç nə eləyənmədim. Mən heç nə eləyənmədim. Bu fürsət gəlmişdi, məni oyadanmədi. Mən neyniyim? De görüm, mən neyniyim? Ana, Ramazan ayı bitir, az qalıb. Neçə dəqiqə qalıb, neçə saat qalıb. Sən o kəs deyilsən ki, sən axır nəfəsində mən oxumuşam, baxdı başının üstündə ağlayan Əliyə, axır saatında dua elədin, dedin ki, Allah bizi sevənləri bağışla. Dedim, mən başım üstündə ağlayan Əlinin haqqını and verirəm. Sən belə anasan. Ana, yadındadır, Əlini boynuna kəndir salıb, çəkə-çəkə məscidə aparırdılar, yadındadır. Getdin köməyinə çatdın, Əlinin. Dedim, mən bu kəndirləri qolundan açdıraram, boynundan açdıraram. Ana, bizi də çəkib aparırlar Ramazan ayından. Ramazan ayından bizi çıxardırlar. Şeytan boynumuza kəndir salıb bizi çıxartmaq istəyir. Mən day şeytana yem olmaq istəmirəm. Mən day belə yaşamaq istəmirəm. Necə fəryadınla əlini xilas elədin, bizi də xilas elə. Şeytanların əlindən bizi də xilas elə. Ana, Ramazan ayının fürsəti bitdi. Ramazan ayı daxil olanda deyirdik, nələr eləyəcək bu ayda. Amma heç nə eləyənmədik biz. Ay bitdi, biz heç nə eləyənmədik. Onlar Allaha deyəsən ki, görməməzliyə vursun bu orucu. Onlar Allaha deyəsən ki, bu namazı, bu orucu bizə bağışlasın. Heç elə bil ki, görməməzliyə vursun. Bir cavan can verirdi, canı bədənindən çıxmırdı. Peyğəmbər dedi ki, bu cavan nəsə çətin can verir. Anasını çağırın, ananı çağırdı. Dedi, ana, narahatlığım var oğlundan. Dedi, ya Rasulallah, bəli, ürəyimi bək sındırıb. Dedi, ana, qurban olum, bağışda da, onu bağışda rahat can versin. Dedi, yox, ya Rasulallah, o məni çox pis incidir. Dedi, dəmiri qızdırdılar, balasına gətirib yaxınlaşdıranda, ana dedi, bağışladım, ürəyim dözmür. Uşaq deyir, rahat can verdi. Mən də anamıza, xanım Zəhraya deyirəm, xanım, biz də səni çox incitmişik, sənin üzvə ağ olmuşuq günahlarımızla. Olmaya bizdən narazısan, amma yox, sən eşitmişik, belə ana deyilsən. Sənin eşitmişik çox vəfasız qonşuların var idi. Sən onların qapısını döyürdün, onlar qapılarını üzvə bağlayırdılar. Amma sən axşam neynirdin, o vəfasız qonşuları dua edirdin. Mən ki, Sən incitməmişəm, sənin üzvə qapı bağlamamışam. Mən həmin adamam Əyyam-ı Fatimiyədə ya Zəhra demişəm. Mən həmin adamam Məhərrəmdə sənin Hüseynivə göz yaşı tökmüşəm.